Salam əziz fermerlər, təsərrüfat rəhbərləri, aqronomlar, kənd təsərrüfatı ilə məşğul olan dəyərli dostlar. Bugün sizə taxılçılıqda Fable qumatın, ümumiyyətlə qumatın taxılçılıqda tətbiqi mövzusunda bir mövzu paylaşmaq istəyirəm. Bildiyiniz kimi bugün son illərdə daha doğrusu daha çox diqqət çəkən mövzulardan biri qumatların, yəni humik və fulfik maddələrin taxıl bitkilərinə tətbiqi geniş mövzudur. Taxılçılıqda bizim əsas məqsədimiz yalnız sahəyə daha çox gübrə vermək deyil. Əsas məqsəd verdiyimiz gübrənin bitki tərəfindən daha səmərəli mənimsənilməsini təmin etmək, güclü kök sistemi yaratmaq, bitkinin stresslərə davamlılığını artırmaq və nəticədə vahid sahədən daha yüksək və daha stabil məhsul əldə etməkdir. Qumatların əhəmiyyəti də məhz buna görə ortaya çıxır. İlk növbədə qumat nədir bunu öyrənək, sonra Fable qumat nədir, onun tərkibi nədir, onun haqqında məlumat verim. Əvvəlcə bir sadə şəkildə qumatın nə olduğunu izah edeyim. Qumat dediyimiz məhsullar əsasən humik maddələrdən hazırlanır. Burada içərisində humik turşuları, fulfik turşuları, humatlar, müxtəlif üzvi funksional qruplar olan məhsullardır. Məhsullara qumat deyirik. Bəzən olur ki, elə bir preparatlara qumat deyirik ki, çox qumat olmur onun içində, orqanik qarışıqlar olur içində. Bizim haqqında danışdığımız Fable qumat isə əlavə olaraq 10% amin turşusu da mövcuddur tərkibində, 60% orqanik maddədir, 44% humik fulfik asiddir və 44% humik fulfik asidin də 25% tam olaraq fulfik asiddir. Bu məhsulun yalnız humik və fulfik maddələrdən ibarət olmadığını, eyni zamanda bitkinin metabolizmasını, streslə reaksiyasını dəstəkləyə bilən amin turşuları ilə də zənginləşdirildiyini bildirmək istəyirəm. Humik maddələr təbiətdə torpağın humus hissəsinin mühüm komponentlərindəndir. Kommersiya qumatları isə çox vaxt leonardit, linyit və digər humik maddələrlə zəngin xammaldan hazırlanır. Burada mühüm bir məsələni qeyd etmək istəyirəm ki, qumat klassik mənada NPK gübrəsini əvəz edən məhsul deyil. Yəni fermer düşünməməlidir ki, mən qumat verdim, artıq azota, fosfora, kaliuma ehtiyac yoxdur. Belə fermerlərə də rast gəlirik. Yəni qumatın əsas məqsədi mövcud qidalanma sisteminin işini yaxşılaşdırmaqdır. Kök və bitki metabolizmasını stimullaşdırmaq və müəyyən şəraitdə qida maddələrinin istifadəsinin səmərəsini yüksəltmək, torpaqda tutulmuş elementlərin, mikroelementlərin bəzən şeratlanmasını təmin edib bitkiyə mənimsənilməsini yüksəltməkdir. Eyni zamanda tərkibdə 10% amin turşusu bitkinin stres dövrlərində metabolik yükünü azaltmağa və bərpa proseslərini dəstəkləməyə xidmət edən əlavə biostimulyator komponent kimi qiymətləndirilə bilər. Taxıl bitkisində məhsuldarlığın əsası ilk olaraq sağlam kök sistemidir, düzgün kollanmadır, güclü fotosintez aparatı və sümbülün normal formalaşmasıdır. Qumat tətbiqinin məqsədi bu prosesləri dəstəkləməkdir. Bunu sadə bir misalla izah etmək olar. Məsələn, gübrə bitkinin qidasıdırsa, qumat həmin qidanın daha effektiv istifadə olunmasına kömək edən vasitələrdən biridir. Torpaqda kifayət qədər fosfor ola bilər, amma bitki onu tam mənimsəyə bilməyə bilər. Torpaqda azot ola bilər, lakin zəif kök sistemi olduğuna görə bitki onu səmərəli istifadə edə bilməz. Bildiyimiz kimi azot tətbiqi zamanı ən ciddi problemlərdən biri də azot itkisidir. Yəni əgər kök optimal kök əldə olunubsa zamanında, yəni belə deyək, əkin zamanı adətən azot tətbiq olunmur. Kollanma fazasında falan tətbiq olunur. İlkin fazada normal kök bazası əldə olunubsa, artıq azot itkisi də minimuma enir, bəzən heç azot itkisi də yaranmır. Torpaqda mikroelementlər ola bilər, amma onların da bir hissəsi bitki üçün əlçatmaz formada ola bilər. Qumatların əhəmiyyəti məhz torpaq, kök, bitki əlaqəsinin yaxşılaşdırılmasında ortaya çıxır. Buna amin turşularının təsirini də əlavə etdikdə məhsulun yalnız qida elementlərinin istifadəsini deyil, həm də bitkinin daxili fizioloji proseslərinə təsir göstərməsi də diqqətə alınmalıdır.
Taxılda yaxşı məhsulun təməli torpağın altında qoyulur. Yəni istənilən fermer, istənilən aqronom təsdiq eləyə bilər ki, ilkin əldə olunan köklər gələcək məhsuldarlığın yəni informasiyasını daşıyır. Biz adətən sahəyə baxanda bitkinin yarpağını, boyunu, rəngini görürük, amma məhsuldarlığı müəyyən edən ən mühüm orqanlardan biri gözümüzün görmədiyi kök sistemidir. Güclü kök daha böyük torpaq həcmini mənimsəyir, suya daha yaxşı çatır, azotu daha yaxşı götürür, fosfordan daha yaxşı istifadə edir, mikroelementlərin mənimsənilməsini yaxşılaşdırır, quraqlıq zamanı bitkinin dözümlülüyünü artırır. Çünki kök sistemi endozit, eksozitlər vasitəsilə müxtəlif orqanik birləşmələr istehsal edir ki, bu da saydığım elementlərin mənimsənilməsində ciddi rol alır. Və xüsusilə qeyd etmək istəyirəm ki, ən əlverişsiz şəraitdə belə mənimsənilmə davam edir. Çünki əsasən bitki öz ehtiyacına uyğun selektiv orqanik birləşmələr istehsal edir. Yəni biz bitkiyə qumat veririk, azot veririk, fosfor veririk və s. veririk. Bunu biz təxmin edib veririk ki, bu bitkinin ehtiyaclarıdır. Endozit eksozitlər isə istehsal elədiyi məhsullar təxmin üzərinə deyil də, yəni konkret olaraq birbaşa ehtiyaca hədəflənən selektiv istehsaldır. Amin turşuları da bu mərhələdə vacibdir, çünki onlar bitkinin zülal və enzim sistemlərinin əsas tikinti bloklarıdır. Bitkinin kök əmələ gətirmə və yeni toxuma formalaşdırma proseslərində amin turşusunun birbaşa və dolayı şəkildə iştirakı var. Ona görə də humik və fulfik maddələrlə yanaşı 10% amin turşusunun mövcudluğu xüsusilə erkən inkişaf mərhələsində əlavə üstünlük yaradır. Kollamanın dəstəklənməsində böyük rol alır. Taxılda məhsuldarlığın əsas elementlərindən biridir, bildiyiniz kimi vahid sahədə məhsuldar sümbüllərin sayıdır. Hər çıxan gövdə məhsuldar sümbül vermir. Bizim məqsədimiz bitkinin yalnız yaşıl kütlə yaratması deyil, sağlam və məhsuldar kollanma əmələ gətirməsidir. Taxıl erkən mərhələdə yaxşı qidalanarsa, yaxşı köklənərsə, azot-fosfor balansı düzgün olarsa, stres yaşamazsa, məhsuldar kollanma potensialı artır. Bu dövrdə amin turşuları bitkinin sürətli inkişafı üçün tələb olunan metabolik prosesləri dəstəkləyə bilir. Xüsusilə temperatur dəyişkənliyi, qısa müddətli su çatışmazlığı və digər streslər zamanı bitki öz daxilində amin turşularının sintezinə enerji sərf eləyir. Xaricdən verilirsə, yəni bu enerjinin də xərclənməsinə ehtiyacı qalmır. Belə deyək ki, xaricdən verilən uyğun amin turşuları müəyyən şəraitdə bu metabolik yükün azalmasına və bitkinin enerjisini böyümə və bərpaya yönəltilməsinə kömək eləyir.